İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan İsmayılov İmamverdi Yoloğlu 1 may 1989-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. O 1996-cı ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifına daxil olub. 2004-cü ildə o arzusunda olduğu hərb sənədinin dalıca gedərək Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2007-ci ildə həmin liseyi uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2011-ci ildə həmin ali məktəbdən məzun olduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təhsilini davam etdirib. Təhsilini bitirdikdən sonra Qusar rayonunda xidmətə başlayıb. O Sumqayıt, Bakı və Mingəçevir şəhərində yerləşən ensaylı hərbi hissələrdə xidmət edib. Kapitan İmamverdi İsmayılov 2-ci Qarabağ müharibəsində böyük şücaət göstərib. O, sentyabrın 29-da Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Qazax rayonunun Ağköynək kənd qəbirstanlığında böyük izdihamla dəfn edilmişdi. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən İmamverdi İsmayılov ölümündən sonra vətən uğrunda Suqovuşanın azad olunmasına görə və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilib.